Niyə biz bu mürəbbəni illərlə hazırlamırdıq? O mənə maraqlıdır. Bismillah. Marketdə balaca mandarinləri gördüm, dedim mən də mütləq bu mandarin mürəbbəsindən hazırlamalıyam. Mandarinlərin arxa və ön hissələrindən belə kəsiklər atırıq, daha sonra bunu qoyuruq qaynamağa. Tam 3 dəfə bu proses təkrarlanır. Mandarinləri 3 dəfə qaynadırıq, suyunu da atırıq. Bu prosesdə diqqətli olun, əgər 3 dəfə suyunu qaynadıb atmasanız, mandarin qabıqları mürəbbəyə acılıq verəcək. 1 kilo mandarinə 1 kilo da şəkər tozu əlavə etdim, 250-300 ml su, 1 stəkan portağal və yaxud da 1 ədəd limonun suyu, 2 paketdə sonda vanil əlavə edəcəm. Mürəbbəmiz ilk gür otda, daha sonra orta otda qaynamağa başlayır. Mürəbbənin suyundan bir damla salfetə əlavə eləyin. Əgər salfetdə mürəbbənin suyu hopmursa, axırsa, deməli mürəbbəniz hazırdır. Görün necə gözəl görünür, suyu şəffaf, qoxusu bütün mətbəxə bürünər. Hətta mən deyərdim ki, çayın yanına ən gözəl yaraşan mürəbbələrdən biridir. Mən bizə gələn qonaqların çayına hər zaman belə bir gül də atıram. Mən bu mürəbbənin bu qədər ləzzətli olacağını düşünmürdüm. Çox qeyri-adi bir ləzzəti var. Sizə də hazırlamağı tövsiyə edirəm. Samovar çayı, isti təndir çörəyi, kərə yağı və bu mürəbbə. Bilirsiniz necə ləzzətlidir? Bunu bişirdim və qoxusu bütün mətbəxə yayıldı.